İmam Əliyə tərəf qalxıb belə deyir ki, ey Əmirəl-Möminin, mənə öz yaradanını vəsf elə. Onu bizə elə vəsf et ki, sanki biz onu görür və ona baxırıq. İmam Əli əleyhissalam buyurur, Rəbbini təsbih edib ona təzim etdikdən sonra buyurur. Bismillah. Bütün həmdlər o Allaha məxsusdur ki, yaratdıqlarını nədəsə yaratmadan, nədəsə gizlənmədən, nə baxsa yox olmadan, nə iləsə qarışmadan və təsəvvürlərdə xəyal edilməsi mümkün olmadan hər şeydən əvvəldir. O bir qaraltı deyil ki, görülə bilsin. Cisim deyil ki, hissələrə bölünmüş olsun. Onun varlığı zaman daxilində irəliləyən bir varlıq deyil ki, nə baxsa bitmiş olsun. Sonradan yaranmış deyil ki, gözlə görülsün. Gizli deyil ki, kəşf edilsin. Örtülü deyil ki, hansısa bir məkanda örtüklərlə əhatə edilmiş olsun. O vardır. Halbuki nə məkanlar var idi ki, onu öz qucaqlarında tuta bilsinlər, nə də daşıya biləcək kəslər var idi ki, onu öz gücləri ilə qaldırıb saxlaya bilsinlər. O vardır. Amma belə yox ki, əvvəl olmayıb sonradan var olmuşdur. Acizdir ağıllar bütün şeylərə keyfiyyət verən kəsə keyfiyyət verməkdə. O kəs ki, məkana ehtiyacı olmadan əzəli olaraq vardır. Zamanların ötüb keçməsi ilə aradan getməz və bir haldan başqa bir hala çevrilməz. Qəlblərin zənn və təxminindən uzaqdır. Bütün şeylərdən və bənzətmə üçün çəkilən misallardan çox uzadır. Təkdir, qeybləri biləndir. Məxluqların onun barəsində olan düşüncə və təsəvvürləri qəbul edilməzdir. Onların sirləri isə Allah Əzzə və Cəllə gizli deyildir. Tanınır, amma keyfiyyətsiz. Çünki o hiss üzvləri ilə dərk olunmaz. İnsanlarla müqayisə edilməz. Gözlər onu dərk eləməz, görməz. Fikirlər onu əhatə eləyə bilməz. Ağıllar onu ölçə bilməz. Təsəvvürlər isə ona yetişə bilməz. Ağlın ölçə bildiyi və ya bənzəri bilinən hər bir şey məhduddur. O yaratdığı şeylər içində qərar tutmayıb ki, o onların içindədir deyilsin. Onlardan məsafə mənasında uzaqlaşmayıb ki, o onlardan ayrıdır deyilsin. Onlardan məkan mənasında aralı deyil ki, haradadır deyilsin. Belə bir zat necə surət və şəkillə təsvir edilə bilər? Bəlağətli dillərlə necə vəsf edilə bilər? Ona yapışmaq mənasına yozulan bir yaxınlıqla yaratdığı şeylərə yaxın və nə də aralı olmaq mənasına yozulan bir uzaqlıqla onlardan uzaqdır. Əksinə, bitirin bir daha azı. Əksinə o heç bir keyfiyyət, cismani yaxınlıq və uzaqlıq olmadan yaratdığı şeylərdədir. Yəni o bizə şah damarımızdan da yaxındır.